Bir gün ne iş var idi, ne pul ne para. Ayseva hanım dedim bir dükkan götürüm, geldim karara. Bir gün ne iş var idi, ne pul ne para. Dedim bir dükkan götürüm, geldim karara. Dükkanı götürdüm günlerin biri. Karşısına yazdım telefon temiri. Bir gün gecikmiştim, tez durup kaçtım. 11'in yarısı dükkanı açtım. Dükkana bir koca kişi buyurdu. Dedim dayı eyleş, koca oturdu. Ayseva hanım üzüme bakırdı, heç ne demirdi. Elə bilirlərlə çörək yemirdi. Cibindən bir telefon çıxarıb dedi. Dedi ki bu telefon işləmir bala. 10 ilə yaxın xarabdır bala. Telefonunu alıp yoxladım onu. Ama xarablığı yoxdur telefonun. Dedim ki telefonun işləyir qoca. Dözmədi üstümə, səsləndi uyğa. Dedim ki işləmir, yaxşı bax ona. Bir de yoxlamaq üçün baxdım telefona. Dedim dayıcan telefonun işləyir valla. Dedi onda bəs bunu götürər Allah. Dedim nəyi? Dedi göz yaşım dolurdu, gözümden getmedi. 7 oğlum var, biri zəng etmir. Vay. Qoca ayağı durub bir söz dedi. Hər nə dedisə düz dedi. Dedi, kim olsa valideynin xəcalətində, batildir namazın da, ibadətin də. Batildir namazın da, ibadətin də. Mehriban hoş gelmişsin olsun. Teşekkür Sabah Hanım. Gedirsən məni də apar. Gəlim sasını da arayayım. Bir də nə vaxtı əlim çatar, olar səni uzaqlayım. Oturum səninlə biraz, gələcəyi var ağlayım. Fonda bir bayaqda şiraz, olar səni quzaqlayım. Sən gülümsə, heç nə demə. Məni saldım ağlayım. Heç nəyi soruşma, bilmə, olar səni qucaqlayım. Dönə, dəfə, öz-özümü aşağılayım. Heç olmazsa de, bircə dəfə, olar səni qucaqlayım. Olar səni qucaqlayım. Gözümdə qəm, kədər, axtarma mənim. Dərdlərimi gizlətmişəm dərində. Daxilən məhv olan ölən birinin köməyinə çata bilməz həkimdə. İçin ağlamışam gecələr. İçin yanmışam, alışmışam. Həkim də çalışır sağlasın məni, bilməyib içimdən parçalanmışam. O elə zənnədər, elə düşünər. Mənim tək ürək xəstəsi çoxdur. Müalicə yazmağımın nə mənası var, qəlbimin 1/3 hissəsi yoxdur. Üzümə safanda gözsən özündə. Göz yaşını gözlərində gizləmə. Sənə yalvarıram, nə olar həkim, bıçağı yavaş çək, ona bənzəmə. Göstərib həkimə belə dedilər. Ayseva xanım göstərib həkimə belə dedilər. Bu insan nədənsə həyatdan doyub. Həkim həmin an bir sual verdi. Dedi, ay Əhməd, kim səni bu günə qoyub? Kim sağaldacaq məni görəsən? Elə bil canımı alıbdır azar. Mənim təzyiqimi ölçmə, ay həkim, mənim ürəyimdə ağrılarım var. Mənim ürəyimdə ağrılarım var. Bu ne sözler Ahmet? Nərimanlı yazır ki, atadan yazmayın, nə olar dostlar. Atasız olanlar darıxır axı. Sarılıb yatırsız, qədrini bilin.
Onlar qara daşa sarılıraq. Atalı uşağa həsədlə baxar. Gözündən dop dolu xatirə yağar. Ancaq şəkillərdən təsəlli tapar. Neynəsin? Qəbirdə daşınmır axı. Ata bir ümiddir, nə qədər sağdır. Övlada dayaqdır, düşmənə dağdır. Ata bir sınaqdır, bar verən bağdır. Hər bəndə o adı daşımır axı. Hər bəndə o adı daşımır axı.